Həm vitamini ilə, həm dadı ilə çox ləzzətli qədim yeməklərimizdən olan tərə yeməyi hazırlayırıq. Hazırlamaq üçün 1 ədəd böyük soğanı xırda şəkildə doğrayıram. Doğradıqdan sonra qazana əlavə edib yağda qovururam. 1 stəkan düyünü yaxşıca yuduqdan sonra sirkədə saxlanmış göyərtiləri doğrayıram. Çox xırda doğramağa ehtiyac yoxdur. Qovrulmuş soğanın üzərinə yuyulmuş düyünü əlavə edib 2 stəkan su əlavə edib vam ateşdə düyünün düşməsini gözləyirəm. Daha sonra doğradığım göyərtiləri əlavə edib ağzını örtüb 5 dəqiqə gözlətdikdən sonra qarışdırıb duz əlavə edirəm. Və bu da bizim yeməyimizin son halı. Çox dadlı və ləzzətli olur. Siz də hazırlayıb sınaya bilərsiniz. Bu yemək eyni zamanda vitamin deposu belə adlandırmaq olar. Sizin bölgədə bu yeməyi necə adlandırırlar? Əgər bu videonu bəyəndiysəz kanala like atıb abunə olmağı unutmayın. Bu video ilə məni tanıyırsınızsa kanalda digər yemək reseptləri, şirniyyat reseptləri də var. Onları da izləyər, dəstək ola bilərsiniz. Bu yeməyə əsasən sarımsaq qatıqla servis edilir. Çox ləzzətlidir. Siz də hazırlayıb nuş edə bilərsiniz. Göyərtinin bol vaxtından istifadə edib mütləq şəkildə bu yeməyi sürənizdən əksik etməyin. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.